Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən şəhərin Corat qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində patı və şüşə adlanan metamfetaminin, heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər şəxs saxlanılıb. Həmin şəxslərin Elman Teymurov, Könül Sadıqova, Kamran Əliyev və Elçin Şükürov olduğu məlum olub. Saxlanılan zaman əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və müxtəlif illərdə 20 il məhkumluq həyatı yaşamış Elmar Teymurov və Kamran Əliyevdən heroin, Elçin Şükürov və Könül Sadıqovdan isə marixuana ilə metamfetamin aşkarlanıb. Əvvəllər tutulmuşam, amma 6-7 dəfə tutulmuşam, narkotiklə tutulmuşam. Hamısı deyək 234-ün birinə. Nə qədər yaptın? 20 il. Ancaq özünüz istifadə edirsiniz. Ancaq özüm istifadə edirəm. Satış məqsədi nə olur? Xeyr. Nə üstündə saxlanılır? Narkotik. İstifadə edirsiniz? Nə istifadə edirsiniz? Nə vaxt? Kokos. İstifadə edirsiniz? Hiç olmaz. Hardan alırsınız? Satan şəxsdən də. Satan şəxs söyledi. İranlıdan. Narkotik mi? Nə çıxılır əlinizdə? Marihuana. Nə qədər? Biraz 6 qram. 6 qram. Necə oldu saxlanıldınız? Gəlirdim şübhələndə saxladılar. Narkotik istifadəsi. O necə oldu saxladılar sizi? Şübhələndilər, saxladılar. Harada saxlanıldınız? Corat ərazisində. Çoxdan istifadə edirsiniz narkotik? Desəydiniz. Şeydə, Nə istifadə edirsiniz? kokos. Əvvəl məhkumluğunuz olub? Faktla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.